O da hazırda tribunalardadır və komandasına dəstək olur. Beləliklə oyun başladı. Şamaxı Kəpəz maçı start götürdü. 32 xalla 8-ci olan Şamaxı 21 xalla 10-cu pillədə qərarlaşan Kəpəzi qəbul edir. Hücum dalğasını izləyirik. Diogo Balao, gözəl hərəkətlər, keçid yaxşı alındı. Sağ cinahla davam edir. Balao'nun zərbəsi alındı. Kerim Rossi, onda da alınmadı. Təkrara bir daha baxırıq. Daha bir təhlükəli hücum Şamaxıdan. Arsen Ağcabəyov. Top kapitana qaytarılır. Ötürmə. Kerim Rossi, alınmır zərbə. Ağcabəyov. Burada da təmas var idi. Top Şamaxıda qalır. Sağ cinahdan qapı önünə ötürmə. Kerim Rossi, yenə də alınmır. Tırkaviano. Əla hərəkət. Tırkaviano'dan top yenə də onda qalır. Tırkaviano'dan uzaqdan zərbə Yusif İmanov. Tələsdi bəlkə də bu qərarı verməklə. Bu səbəbdən də Kəpəzin hələki hücumunu izləyə bilməmişik. İndi Şamaxının növbəti həmləsini izləyirik. Balao'dan Rossiyə. Kerim Rossi və Yusif İmanov. Hesabı açmağa yaxın idi. Yusif İmanov imkan verməmişdi. Bu isə Kerim Rossi'nin zərbəsi zamanı yenə də Yusif İmanovun oyunda temp birdən-birə yenə də yüksəldi və hər iki qapı önündə biz təhlükəli vəziyyət izlədik. Rüfət önündə boşluq yarandı, dəhliz açıldı, Rüfət özü irəliyir, Rüfətin zərbəsi Yusif İmanov. Rüfətin zərbəsinin təkrarına bir daha baxırıq. Sol cinah müdafiəçisi Oruc Məmmədovdan uzaqdan zərbə, yenə də Yusif İmanov. Bu zərbə zamanı top düz Yusifin olduğu tərəfə getdi, düz üzərinə getdi. Kəpəzin heyətində hələlik ən sabit oyunculardan biri də Onanuqadır. Raufu da bu mənada qeyd etmək olar. Burada ötürməni yer gəlmişkən yerə də yaxşı kəsmişdi əslində Rauf. Keçid alındı, zərbə uzaqdan vurur və Ricardo. Etməklə, pauza etməklə. Zərbə də təhlükəli idi və Ricardo Fernandes. Və topu da dərhal Balao istiqamətində vurur. Ötürmə yaxşı alındı. Balao topu saxlayır özündə. Diogo Balao. Ötürməni verdi. Zərbə indirilir və yenə də Yusif. İtələmə var idi həmin epizodda. Biz hücumun təkrarına bir daha baxırıq. Tırkaviano'nun cinaha tərəf qaçır. Abdullah onu qabaqlayır. Fofana topu aldı, rəqibindən çox gözlədi, amma hər halda topu ötürdü. İndi Kəpəzin hücumu zərbə indirilir və gol! Rio Ohori fərqlənir. Dərhal hakimin üzərinə qaçdılar. Kəpəz futbolçuları isə qolu bayram edirlər. Ricardo topu vermək istəmir. Hakim gözlüyün deyir. Biz təkrara baxırıq. Görürük. Bax, bu epizodla bağlı Şamaxı tərəfi etirazını bildirir. Həm mübarizə məsələsi var, həm də topu meydandan çıxmaq məsələsi də var ki, bu da təbii ki, hazırda aktual sayıla bilər. Və indi hər iki məsələni hazırda incələmək lazımdır. Əvvəlcə ikili mübarizə getdi. Fofana topu rəqibindən aldı, amma topun çıxmaq ehtimalı var idi. Bəli, hakim qolu qeydə alınır, top meydandan çıxmışdı. Out qərarı. Və vardan gələn görüntünü izləyirik. Bax, bu görüntü Olavale Onanuqa. Fofana. Rəhman Hacıyev buradadır. Sol cinahdan qapı önünü ötürmə edilir. Rüfət iki vəziyyətdə topa toxundu. Zərbə indirilir və top qapıdan aralı keçir. Zərbənin müəllifi Rauf Hüseynli idi. Şakir Seyidov top ayağından qaçırdı. Keçid gözəl alındı. Balao. Balao daha bir gözəl hərəkət. Balao zərbəyə imkan vermədilər.
Çox fəaldır bugün Diogo Balao. Qapı önünü ötürmə, başla zərbə və gol! Şamaxı hesabı açır. Çox qəribə bir vəziyyətdə də olsa Şamaxı komandası həmin o hücumda hesabı aça bildi. 1-0. Komandasının gol vurması üçün hər şey etdi. Yekunda Rafael Məhərrəmli oyuna yenicə daxil olan futbolçu topu ötürdü. Və buradakı qarma-qarşılıqdan da Şamaxı komandası lazımınca istifadə etdi. Bəli, bu zərbə zamanı top Apolinario'nun önünə düşdü və Apolinario burada bir toxunuşla mükəmməldir, qarşıda alınmazdı. Yenə də Balao çox sürətlidir. Heç cür onun qarşısına ola bilmirlər. Balao, Apolinario, top Balao götürülür. Balao daha bir ötürmə. Rafael Məhərrəmli daha bir ötürmə. Zərbə indirilir və 2-0. Şamaxı ikinci qolu vurur. Və bu görüşdə də komandasının vurduğu ikinci qoldu. Burada hər şeyi Balao etsə də davamında Rafael Məhərrəmli topu ötürdü. Zərbə əslində çox da yaxşı alınmasa da, amma top düz qapının küncünə doğru getdi. Yusif İmanov da burada komandasına kömək edə bilmir. Rafael Məhərrəmli, Tırkaviano özü zərbəni vurdu və Yusif işarə verildi. Verdaşkanın zərbəsi və Ricardo Fernandes. İki gözəl hərəkət. Gol vura bilərdi. Ricardo buna imkan vermədi. Şamaxı bu qələbə ilə xallarının sayını 35-ə çatdırır və 8-ci pillədə daha da möhkəmlənməkdədir. Görüş bu hesabla bitsə, bu Şamaxının 56-cı dəfə bax bu cür hesablı qələbəsi olacaq. Belə də olur. Rəşad Əhmədov oyunu yekunlaşdırır.